Salam, hər vaxtınız xeyir olsun, dəyərli həmkarlar. Mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bildiyiniz kimi bu illəri sertifikasiya test mərhələsi tam olaraq bütün ixtisaslar üzrə yekunlaşdı. Test mərhələsində uğur qazanan bütün müəllimləri təbrik edir, növbəti mərhələdə uğurlar arzulayıram. Test mərhələsində 30 bal və 30-dan üstə bal toplayan hər bir müəllim müsahibə mərhələsinə dəvət olunur. Müsahibə mərhələsinə dəvət olunan müəllimlər üçün 5 meyar qarşılarına çıxacaq. Birinci meyarı özünü təqdim etmədir. Özünü təqdim etmə hansı formada olacaq? Yəni, hər bir müəllim, yəni insan dünyaya göz açır, məktəb illəri, sonra universitet həyatı. Əgər ki, universitet həyatınızda uğurlarınız varsa, hər hansı bir məqalə yazmışsınızsa, elmi işlə məşğul olmuşsunuzsa orada, o müsbət mənada olan bütün işlərinizi qeyd eləyə bilərsiniz. Sonra gəlir məktəb həyatına, yəni pedaqoji fəaliyyətə nə vaxt başlamısınız, hansı uğurlarınız olub pedaqoji fəaliyyətdə, o haqda qeyd eləyə bilərsiniz öz təqdim etməvinizdə. Sonra diaqnostik qiymətləndirmə və yaxud müəllimlərin işə qəbul mərhələsində uğur qazanıb daxil olmuşsa, vakansiyada uğur qazanıb daxil olmuşsa, o haqda məlumat verə bilərsiniz. Və ən sonda da sertifikasiya mərhələsinin test mərhələsində iştirak edib neçə bal topladığınızı vurğulaya bilərsiniz. Sonda isə eyni zamanda bu təqdim etmədə özünüzlə yanaşı şagirdlərinizin uğurlarından da qısa qeydlər yaza bilərsiniz. Normalda belə 2 dəqiqə, 2 dəqiqə yarım çəkməlidir özünü təqdim etmə. Çünki özünü təqdim etmə sizə kifayət qədər yüksək bal verəcək. Burada həm də özünü təqdim edən zaman ünsiyyət bacarığınız yoxlanılacaq. Növbəti mərhələ gələcək, özünü təqdim edəndən sonra mövzunu təqdim etməkdir. Mövzunu da hər bir müəllimə, deyək ki, hər bir ixtisas müəlliminə ARTI tərəfindən 5 mövzu göndərilir. Yəni, icmalların yazılması. 5 mövzunu orta məktəbdə necə tədris eləyirsinizsə, o formada icmallarınızı hazırlaya bilərsiniz. Düzdür, əvvəlki mərhələlərdə 7, 5 mərhələ, amma indi 7 mərhələdir, 5 mərhələdir, əsas o deyil. Əsas odur ki, siz mövzuya uyğun alt standart, təlim nəticəsi, bir də qiymətləndirmə, ən çox istifadə olunan müsahibə mərhələsində bu mərhələlərdir. Sizdən tələb olunan budur. Yəni, 5 mövzunun, düzdür, 5-nə də hazır getməyiniz məsləhətdir. Birini daha mükəmməl hazırlamalısınız ki, sizdən tələb olunan hissələr budur. Deməli, mövzuya uyğun alt standart, təlim nəticəviz, qiymətləndirmə meyarları, dərsin gedişatını da soruşula bilər. Necə tədris edirsiniz, hansı formada aparırsınız, dərsinizi qrup işinə təşkil edirsiniz, yoxsa deyək ki, cütlərlə və yaxud fərdi formada. Bu, baxır sizin özünü təqdim etmədə məktəbiniz haqqında məlumat verəndə sinif haqqında da məlumat soruşa bilər ki, sinifdə neçə şagird var və ona uyğun, deyək ki, sinifdə 30-33 şagird varsa, durub desəz ki, biz fərdi formada dərs aparıq, bu əlbəttə yanlış bir informasiya olacaq. Daha çox qrup və kollektiv dərs keçməyə üstünlük verdiyinizi vurğulamalısınız. Buradan ikinci mərhələ dedik ki, birinci özünü təqdim etmə, ikinci mövzunu təqdim etmə, sonra gəlir psixoloji suallar. Burada psixoloji suallar əsasən müəllimin sinifdəki şagirdlərlə davranışı, valideyn əlaqələrini necə qurursunuz, kollektivlə əlaqələrinizi necə qurursunuz, bu haqda məlumat verəcəksiniz. Yəni, suallar həmin hissələrdən olacaq. Şagird özünə qəsd etmək istəsə, necə davranarsınız və yaxud dərs oxumayan şagirdlərə necə münasibət göstərirsiniz, sizi əsəbləşdirən şagirdlərə bu tipli suallar, psixoloji suallar ünvanlanacaq. Sonra qiymətləndirmə ilə bağlı suallarınız olacaq. Şagirdin dəyərləndirilməsi. Ən çox sertifikasiyada müsahibə mərhələsində
şagirdin dəyərləndirməsi üzərində suallar olur. Yəni qiymətləndirməni, diaqnostiki necə aparırsınız, formativi, summativi. Bir də daha çox qiymətləndirmədə konstruktiv rəyə. Yəni siz təlim nəticəsi qeyd eləyəcəksiniz, təlim nəticəsinə uyğun qiymətləndirmə meyarları və yaxud hər meyara uyğun səviyyələr üzrə dəyərləndirməni aparan zaman birinci səviyyəli şagirdiniz, yəni zəif oxuyan şagirdinizə necə konstruktiv rəy verirsiniz, yüksək biliyə sahib və yaxud 4-cü səviyyəyə malik olan bir şagirdinizə necə rəy verirsiniz. Ən çox soruşulacaq qiymətləndirmə hissəsi bunlardır. Bunlara diqqət yetirirsiniz. Bir də pedaqoji proses. Yəni pedaqoji proses müəllimin məktəbdəki təlim tərbiyə işi ilə, sinifin idarə olunması, valideyn müəllim əlaqələri, məktəb müəllimlə şagirdlərin münasibətləri, daha çox yəni bərabər imkanları necə təşkil edirsiniz, şagirdi necə stimullaşdırırsınız, məktəbdəki maddi texniki bazadan necə istifadə edirsiniz. Ümumiyyətlə pedaqoji proseslə bağlı olan bütün suallar müsahibə mərhələsində sizə veriləcək. Yəni belə deyək ki, müsahibəniz sizin nitqinizdən də asılı olan bir prosesdir. Yəni özünü təqdim etməni daha çox mükəmməl şəkildə təqdim etsəz, müsahibəniz 100% uğurlu olacaq. Sonrakı hissələrə o qədər də toxunulmur. Amma özünü təqdim etmək yaxşı olmadıqda daha çox mövzunu təqdim etməyə üstünlük verilir. Sonra qiymətləndirmədən daha çox suallar görəcəksiniz, psixoloji suallar daha çox görəcəksiniz. Bu da sizin müsahibə mərhələsində həm zamanınız çox gedəcək, həm də həyəcanlana bilərsiniz, müsahibəniz uğursuz ola bilər. Müsahibəniz onlayn şəkildə xüsusi hər bir müəllim mərkəzdən, mərkəzləşdirilmiş qaydada xüsusi yerlər hazırlanacaq. Hər bir regionda bir neçə məktəbdə xüsusi məktəb mərkəzi hazırlanacaq və siz oradan müsahibə verəcəksiniz. MİQ müsahibəsindən fərqli olaraq. Burada diqqət edəcəyiniz məqamlar nədir? Hər biriniz 5 mövzunun 5-nə də hazır getməlisiniz. Birini daha mükəmməl formada hazırlamalısınız. Bundan əlavə olaraq özünü təqdim etmə, mövzunu təqdim etmə, bir də geyim ilə bağlı daha çox sadə formada, müəllimə yaraşacaq formada geyinsəz məsləhətdir. Çünki əsasən yəni onlayn formada olanda o qədər də geyimə önəm verilmir. Amma üzərinizdə o qədər də deyək ki, aksesuarlardan istifadə etməsəz daha məsləhətdir. Müsahibəniz bu formada olacaq. Bəzilərinizə 5 dəqiqə, bəzilərinizə 25 dəqiqə çəkə bilər. Bu sizin nitqinizdən və öz ixtisasınıza olan, biliyinizdən asılı olan bir prosesdir. Müsahibə haqqında bu qədər. Bundan əlavə olaraq biz müəllimlərimizə, yəni müsahibəyə hazırlaşmadan da bizim vəsaiti əldə edə bilərsiniz. Müsahibədən Qızıl Qaydalar adlı vəsaitimiz. Kifayət qədər burada bütün müsahibələrdən məlumat var. Həm MİQ müsahibə mərhələsini əhatə edir, həm sertifikasiya müsahibə mərhələsini. Sertifikasiyada bu kitabda nəyə diqqət edəcəksiniz? Psixoloji suallara, kurikulumla bağlı, qiymətləndirmə ilə bağlı, özünü təqdim etmə ilə bağlı, mövzunu təqdim etmə ilə bağlı bütün tiplərə toxunulubdur və hər bir ixtisas müəllimi alıb yararlana bilər. MİQ müsahibəsi isə dünya görüşlə bağlı əlavə olaraq bölməsi qeyd eləmişik, həmin bölmədən yararlana bilərsiniz. Eyni zamanda müsahibə mərhələsinə çətinlik çəkən müəllimlər bizim dərs qruplarımızdan da yararlana bilərlər. Dərslər və kitab haqqında ətraflı məlumat əldə etmək istəsəz 051 644 31 54 nömrəsinə yazaraq həm dərs, həm də müsahibədən Qızıl Qaydalar adlı vəsaitimizi əldə edə bilərsiniz. Hər birinizə uğurlar. Çalışacağıq kanalımızda müsahibə mərhələsi olana qədər dəstək videolarımız olacaq və bu da düşünürəm ki, bütün müəllimlər üçün yararlı olacaq.